Başladıq müəllimlər. Deyirik ki, öyrənmə fəaliyyətləri. Öyrənmə fəaliyyətləri deyəndə nə başa düşülür? İş forması, iş üsulu. Bax, öyrənmə fəaliyyətlərdə bizim həm öyrənmə fəaliyyətlərinin təlim təşkil istifadə olunan forma üsullar var idi daxilində. Planımız idi təlim planlaşdırılması. Sonra təlim planlaşdırılması, təlimin təşkilinə istifadə olunan forma və üsullar, yəni öyrənmə fəaliyyətləri, bir də təlim prosesi və onun pedaqoji, onun təşkili prinsipləri, yəni pedaqoji prinsiplərdə gedə bilir adı. Pedaqoji prinsiplər gedir adı. Deyirik ki, təlim strategiyası da AT standartı əsasən müəyyən olunur. Nə başa düşdük? Öyrənmə fəaliyyətləri oldu, iş forması, iş üsulu. Təlim strategiyalarında nə var? Planımız, öyrənmə fəaliyyəti, bir də pedaqoji prinsipin təşkili prinsipləridir. Təlimin təşkili prinsipləri deyək. Bir də təlim strategiyası AT standartı əsasən müəyyən olunur. Öyrənmə fəaliyyətlərindən istifadə edirik. Yəni iş forması, iş üsulundan, yəni yadınıza salıram əvvəlki mövzularımızı. İş üsulu, iş forması bizim məqsədə çatmaq üçün bir vasitədir. Deməli, iş forması, iş üsulu məqsədə çatmaq üçün bir vasitə sayılır bizdə. İş forması deyirik, bu qrupun dizaynı deyək. Dizayn kimi gedir. İş formasını uşaq seçir, iş üsulunu müəllim seçir. İş üsulunu müəllim seçdi, iş formasını uşaq seçdi. İş forması qrupun təşkili ilə bağlıdır. Məsələn, uşaq fərdi oturmaq istəyir, cütlərlə və yaxud da kollektivlə və s. Bunlar, yəni uşağın istəyini nəzərə alırıq. Bu şəkildə tənzimləyirik. İş formaları uşağın sosial emosionallığı ilə bağlıdır. Məsələn, sosial uşaqdırsa cüt oturacaq, asosialsa fərdi əyləşə bilər. İş üsulu isə uşağın heç bir emosional əhval-ruhiyyəsi ilə əlaqəsi yoxdur. İş üsulu. İş üsulu uşağın beyni, idraki, düşünmə qabiliyyəti, təfəkkürü, analitik bacarığı, səbəb nəticəsi, yəni səbəb nəticə gətirmə bacarıqları, dəyərləndirmə bacarıqları, bunlar hamısını özündə əks etdirir. Burada uşaqların emosionallığı yoxdur. Yəni burada əsas idrak ön planda durur iş üsulunda. Heç vaxt iş üsuluna görə uşaqları biz dəyərləndirmirik. Müəllim öyrənmə fəaliyyətinə görə uşaqları qiymətləndirmir. İş forması yadda qalsın. Öyrənmə fəaliyyətləri, iş üsulu, iş forması yadımızda qalır. İş üsulu məqsədə çatmaq üçün bir vasitədir. Dərsi öyrətmək üçün biz həmin üsullardan istifadə edirik ki, uşaq məzmunu öyrənib məqsədə çata bilsin. Belə gəlin özət keçək. Onsuz da ki, dərindən də izah edirəm. Onsuz da bizim iş üsullarımız nələrdir? Söz assosiasiya, suallar, problemli vəziyyət, əqli hücum, nağıl etmə, tapmaca, müzakirə, şaxələndirmə, oyunlar, bunlar bizim iş üsullarımızdır. İş üsulları 1-3 yaşda süjetli rollu oyunlardır, hərəkətli oyunlar, didaktik oyunlardır. 3-6 yaşda da bizim gördüyümüz kimi bu əqli hücum, tapmaca, nağıl etmə, müzakirə, şaxələndirmə, problemli vəziyyət, oyunlar, suallar, söz assosiasiya. Bunlar da bizim oldu 3-6 yaşda. Yəni həmişə bilirik ki, İş üsullarında da fərqlilik olur yaş qruplarına görə, iş formalarında da fərqlilik olur yaş qruplarına görə. Bunları da daha sizə geniş izahını verirəm indi. Dedik, iş üsulu məqsədə çatmaq üçün bir vasitədir. Dərsi öyrətmək üçün biz elə bir həmin necə bir, yəni baxırıq da özümüz seçirik ki, elə bir iş üsulundan istifadə edirik ki, uşaq məzmunu öyrənsin, məqsədə çata bilsin. İş formalarından başlayaq. Yenə biraz özət keçdim sizə. Baxırıq burada müəllimələr. 1-2 yaşda, deyir ki, 2-3 yaşda bu bizim birinci köpəklər qrupumuz, bir də ikinci köpəklər qrupumuzdur. Burada fərdi yarım qruplarla kollektiv iş forması istifadə edirik. Fərdi, yarım qruplarla kollektiv. Amma 3-6 yaşda fərdi, cütlərlə, qruplarla kollektiv. Bu 4 iş formasından istifadə edirik. Amma 1-3 yaşda fərdi, qruplarla, kollektiv, yarım qruplarla 3 dənə iş forması oldu. Müəllimələr, deməli, dedik nə oldu? Fərdi, yarım qruplarla, kollektiv 1-3 yaşda bu 3 dənə iş forması. 3-6 yaşda 4 iş forması adı çəkilir. Fərdi, cütlərlə, qruplarla, kollektiv iş forması. Sonra gəlirik bura. İndi burada müəllimələr çox gözəl şəkildə bizə gözəl bir şəkildə bizə göstəribdir. Baxın, burada deyir ki, fərdi, yəni tək adam deməkdir. Bax, belə göstərib. Yarım qruplarla 1, 2, 3, 4, 5, 6,
1, 2, 3, 4, 5, 6. 6 bir qrupda 6 bir qrupaya bölün. Məsələn, yarı-yarıya və yaxud da olsun 8, 6 fərqi yoxdur. Yəni ki, müəllimələr 8, 7 olsun. Bir 3 yaş dedi ki, bu yarım qruplar oldu. Fərdi, yarım qruplar, bir də kollektiv. Kollektiv görsə hamısı bir yer deməkdir. Yəni bütün uşaqların bir yerdə fəaliyyəti başa düşülür. Bu kollektiv 3 dənə oldu bizdə 1-3 yaşda. İndi bizə burada yaşlarla qoyulubdur 3-6 yaş. 3-6 yaşda qoyulub fərdi, baxın fərdi, kütlərlə, qruplarla. 3-4 dənə olur bir qrupun daxilində. Bir də kollektiv cəmi hamısı deməkdir. Kollektiv həmişə deyir ki, hamısı bir deməkdir. İndi müəllimələr, birinci baxırıq görək fərdi iş forması nədir? Fərdi iş forması deyəndə biz deyirik ki, individual. Belə bir söz işlədir. Yəni individual, hər kəsin o fərdiliyi başa düşür, individual. Tək başına işləməkdir. Yəni fərdi işdə biz burada köməkdən söhbət gedə bilməz. Kömək olmur burada. Yoldaş olmur, dəstək olmur. Sonra sərbəst qərar vermə olur burada. Deməli, öyrənmə marağına görə uşağa tapşırıqlar veriş fərdi şəkildə mükafatlandırırıq, fərdi şəkildə stimullardan istifadə edirik. Sərbəst öyrənmə mühiti qurulur, materiallar təqdim olunur fərdidə. Deməli, uşaq özü tək başına işləyir fərdi iş formasında. Özü müstəqil fəaliyyətini yerinə yetirir. Yəni burada öz müstəqil fəaliyyətini yerinə yetirdiyi üçün də deyirik öz potensial imkanlarını, uşağın öz potensial imkanları burada müəyyən olunur. Çatışmayan xüsusiyyətlər nə idi burada? Burada deyildi ki, vaxt çatışmazlığı idi. Fərdi işin çatışmayan xüsusiyyəti vaxt çatışmazlığı idi. Əgər çox uşaq olarsa da bunların hamısına biz fərdi iş versək, yəni ki, vaxt çatışmazlığı olacaq. Güclü zəif tərəflər uca çıxa bilir burada. Özünə tənqidi yanaşa bilir. Özlü qiymətləndirmə var. Bax, biri var yoldaş qiymətlənmə, bir də var biz deyirik yax fərdi tək deməkdir. Özünü qiymətləndirmə var burada. Öz fəaliyyətləri üzərində müxtəlif inkişaf istiqaməti çıxara bilməsi idi. Reflektiv suallardır ki, reflektiv suallarda fərdi işdə rolu böyükdür. Fərdi işdə deyirik ki, asosial uşaqlardır. Bir də introvert uşaqlardır. Yəni qapalı deyirik də. Demirəm hamısı asosial, introvert. Yəni ki, fərd daxili gedir burada, açar söz kimi asosial. Çox vaxtı fərdi işə üstünlük verir, daha çox asosial, ünsiyyət qurmaq istəməyən, sosial cəhətdən zəif olan, yəni təkliyi sevən. Introvert də deyirik ki, asosialdır. Yəni təkliyi sevir, sosial deyil, yəni tək deməkdir introvertdə. Özünə inam, müstəqil fəaliyyət, özdə müsbət və mənfi tərəflərini görə bilmək, müstəqil fəaliyyət görürsə buradadır, asosial, introvert görürsə buradadır, özgüvənli görürsə yenə bizim fərdi iş formamızdadır. Deməli, müəllimələr, fərdi işdə nə oldu bizdə? Yenə də izah edirəm. Uşaq öz bacarığını sınayır. Təşəbbüs göstərir. Uşaqda məsuliyyət formalaşır. Potensial imkanlar daha çox aydınlaşdırılır, ortaya çıxır, aşkarlanır. Fərdiləşdirmə var. Fərdiləşdirmə açar sözü buradadır. Sosial bacarıqlar zəif olur. Bax, ən çatışmayan cəhətləri. Təcrübə mübadiləsi zəif olur, məhdud olur. Çünki buradakı özü də, yəni təcrübə mübadiləsi məhdud olur. Bir də vaxt çox tələb eləyir. Bir də burada motivasiya problemi olur ki, onu da sizə izah eləyəcəm. İndi baxırıq, deməli, fərdi işidir ki, uşaqların potensial imkanların müəyyənləşməsi idi, müstəqil fəaliyyət idi, motivasiya zəifliyi idi. Çünki tək uşaq nə qədər işləsin ki, əlbəttə ki, motivasiya düşkünlüyü olacaq. Hətta mənim müəllimlər deyirlər ki, müəllimə nə olar fərdi hazırlıq. Fərdi hazırlıqda motivasiya demək olar olmur, düzdür. Yaxşıdır, sual-cavab eləyirsən, nə edirsən, amma olsun qruplarda hamı bir-birinə baxır, hələ bir-birindən öyrənir. İstər-istəməz motivasiya yaranır ki, hə, bu müəllimə buna yaxşı cavab verdi, mən də cavab. Uşaqlar da elədilər ki, yəni bir qrup daha yaxşı cavab verdi, bu da onunla bərabər cavab verməyə çalışır. Yəni inkişaf edirlər, sosiallıq artır, nitq inkişaf edir. Amma fərdidə, yəni istəyir, yenə də deyirəm, bax, fərdi hazırlıq deyirəm. Fərdi hazırlıqda nitq inkişaf eləmir o dərəcədə. Yəni necə ki bizdə bu uşaqlara aid olunur, fərdi iş hər bir şey istəyir, abituriyentdə olsun, istəyir magistr hazırlığı olsun, hamısında yəni o eyni effekti verir.
Dedik ki, fərdi iş nə oldu? Potensial imkanlar müəyyənləşirdi, müstəqil fəaliyyət burada olurdu. Uşaq öz məsuliyyətini dərk eləyirdi, özünü qiymətləndirmə barədə, müstəqil öyrənmə barədə. Əgər biz hər hansısa bir testdə görsək ki, sərbəst, özü, bax bu sözləri görsək, biləcək bu fərdi işə aiddir. Bir də müəllimlər, bir var differensial tapşırıq, bunu deyəcək, bir də var differensial mühit. Differensial mühit bizim kollektiv iş formamızdır, amma differensial tapşırıq deyirik, hər kəsə bir differensial tapşırıq vermək. Bu bizim fərdi iş formamızdır. Gəlir indi yeniliklərlə baxaq görüm, burada nə var baxaq. Tapşırıq üzərində bir uşaq işləyir. Artıq bizə məlumdur ki, fərdi uşaqda bir uşaqdan söhbət gedir. Uşağın fərdi maraqları, inkişaf səviyyəsi və ehtiyacları nəzərə alınır. Qısa müddətli, lakin intensiv tapşırıqlarla aparılır. Bu xüsusiyyətləri oldu. Məqsəd nə idi? Fərdi potensialın aşkarlanması, uşağın özünü təhlil etməsi, qərar verməsi, bunlar hamısı inkişafı, qərar vermə bacarığının inkişafı oldu bizim fərdi işdə. Üstünlüklər nə edirik? Şəxsi inkişaf var idi buradakı, fərdi öyrənmə, uşağın öz ritminə uyğun irəliləməsinə imkan vermə. Bu da bizim üstünlüklərimizdir. Amma risklərimiz daha çoxdur elə bil ki. Baxaq görüm nədir risklərimiz? Sosial təcriddir. Daim fərdi öyrənmə sosial nizamsızlığa səbəb ola bilər. Sosial nizamsızlığa səbəb ola bilər. Uşaqların sosial bacarıqları azala bilər. Maraqsızlıq yarana bilər. Yoxsa sosial bacarıqlar azala bilər. Yəni fərqdir. Bax mən sizə dediyimdən də kənara çıxılmır. Baxaq görüm nə əlavələrimiz var. Fərdi iş uşağın öz bacarıq maraqlarına uyğun şəkildə təlimə cəlb olunmasına imkan yaradır. Uşaq öz öyrənmə tempi görsəz burdadır. ilə qərarlarını müstəqil qəbul edir. Bu isə onun özünə inamını təhlil etmə, kreativ düşünmə. Biz kreativi keçmişik də, yəni ki, necə deyim, yaradıcı düşünməsinə əlverişli şərait yaradır. Montessori yanaşması daha çox uyğundur. Demişdik, fərdi daha çox üstünlük təşkil edir Montessori'də, amma təsvir edən şəkil çək. Tapşırılır. Uşaq müstəqil şəkildə düşünür, nə çəkəcəyini seçir, yaradır, öz ətraf mühiti haqqında təsəvvürünü ifadə edir. Elmi dir əsaslandırma nədir? Maria Montessori'nin tədris modelinə uyğun olaraq fərdi iş uşağın öz inkişaf tempində daxili motivasiyası ilə öyrənməyə imkan yaradır. Fərdi iş uşağın öz inkişaf tempində daxili motivasiyası ilə öyrənməsinə imkan yaradır. Bu forma uşaqların metapoznativ bacarıqlarını stimullaşdırır, yəni öz öyrənmə prosesinə nəzarət, qiymətləndirmə vərdişlərini formalaşdırır. Deməli, dil özünü qiymətləndirmə də olur da fərdi işdə. Artıq öz qabiliyyətlərini görə bilir. Deməli, bizim Montessori'miz oldu. Sonra Montessori, aha. Montessori bizdə keçəcək yol dərin bir şəkildə inşallah irəlidə yanaşmalarımızda çox dərin şəkildə keçəcək. Amma hazırda biraz qısa məlumat verəcəm ki, Maria Montessori İtaliyanın ilk qadın həkimlərindən biri olmuşdur ki, o həm pedaqoqdur, həm filosofdur. Filosof pedaqoq edir. O uşaqların təbii inkişaf meyillərinə əsaslanan Montessori metodunu yaratmışdır. Onun fəlsəfəsində özəyi mənə bunu özüm etməyə kömək et prinsipidir. Mənə bunu özüm, öz sözü var, etməyə kömək et prinsipidir. Öz sözü varsa deyirik bu nədir? Fərdi işdir daha çox. Montessori uşağa sərbəst seçim verir. Fərdi tempo, xüsusi hazırlanmış mühitdə müstəqillik verilməsini müdafiə edir. Baxın, öz öyrənmə tempi, yəni fərdi tempo. Montessori uşağa sərbəst seçim verir dedi. Təlimdəki rolu nədir? Burada fərdi işdə deyirik ki, özünü tənzimlə vardır. Hər bir uşaq öz daxili inkişaf tempini, maraq dairəsi var, bunları tənzimləməyi, uşağın fərdi ehtiyaclarına uyğun təlim mühiti uyğunlaşmalıdır. Deməli, fərdi işdə deyir uşağın özünü tənzimləmə, daxili motivasiya, müstəqil qərar vermə kimi burada formalaşırdı. Bu bizim oldu Montessori. Fərdi işdə açar sözlərimiz uşağın fərdi tempi, qavrama dərəcəsi, fərdi maraqları, fərqli olduğu burada ön plana çəkilir. Müstəqil düşünmə var, özünə inam, daxili motivasiya, kritik təfəkkür də buradaydı. Deməli, pedaqoji qiymətləndirmə, yəni yanaşmalardan Montessori fəlsəfəsinə əsaslanırdı ki, uşaq öz potensialını aşkar etməyə imkan verir fərdi iş, lakin həddindən artıq istifadəsi uşağı sosial təcrübədə apara bilir. Yəni bunu da yadda saxlayırıq. Bu bizim oldu fərdi işimiz. Məncə heç kimə qaranlıq yer qalmadı. İş formalarını izah eləyim.
Kim istəsə əl qaldırar, 2 nəfəri sual-cavab eləyərəm. Gəldi cütlərlə iş forması. Deməli, kiməsə qaranlıq yer qaldım hələ fərdi işdə. Varsa elə indi izah eləyim, keçək cütlərə. Gəlirəm indi hara? Cütlərlə iş formasına. Biraz cütlərdən də cütlər biraz müəllimlər bizdə ən geniş iş formalarımızdan biridir. Qrup da genişdir cütlərdə. Ən geniş mənə bu cütlər gəlir. Açar sözlərlə bu oldu. Həm də ki müəllimələr bilirlər, ən maraqlı da bizim nəzəriyyəmiz burdadır, yanaşmamız, nəzərə gedir. Bu baxaq bir dənə. Müəllimə, Bəli. ancaq fərdi iş var. Bu da Bəli. bir yerə qədərdir də məncə, düzdür? Hə, nəzərə gedir. Bəli. Hə, çünki bir yerə qədərdir. Yəni hər dəfə ard-arda fərdi iş versək, yenə də çox fərdi işdən istifadə etsək, uşağın sosial bacarığı inkişaf eləməz. Bəli. Ona görə də yəni verməliyik də. Deyir, görürsüz, iş forması uşağın sosial emosional, yəni əhvalına görədir. Əhval söhbəti var. Amma iş üsulu deyil, idraka görədir. O müəllim özü seçir. Bunu həmişə yadda saxlayırıq ki, uşağın sosiallığı, yəni uşağın necə deyim, o əhvalına üstünlük verirsə, bu iş formasıdır. İndi müəllimələr baxırıq cütlərlə iş formasına. Bu baxım görüm hamımız burdayıqmı? Aha, bir saniyə. Ki, cütlərlə iş formasının açar sözlərinə. Əməkdaşlıq edirlər. Burada bir-birinə sözü var. Bir-birinə sosial, emosional münasibətlər var burada. Qura bilirlər. Sonra bir-birinin məsuliyyətini dərk edirlər. Bir-birinin öhdəliyini düşünə bilirlər. Öz öhdəsinə düşəni düşünə bilirlər. Bir-biri ilə rol mübadiləsi aparırlar. Bax, bir-biri cütlərdədir. Həmişə bir-biri belə yadda saxlayırıq. 3 yaş ərzində biz cütün adını çəkmirik. Cütlər deyir, ancaq 3-4 yaş qrupasından formalaşır. Bunu da yadda saxlayırıq. Sual verəcəm. Orta qrupdan başlayır cütlərlə iş forması. Bəlkə də çoxunuz ona fikir verməmişdiniz. Çünki əməkdaşlıq yaranır 3-4 yaşdan. Hətta biz o gün keçdik ya, əməkdaşlıq oyunları demişdik 3-4 yaşlar. Niyə biz aşağı yaş qrupası demirik? Çünki adından məlum olduğu kimi burada əməkdaşlıq var. Deməli, sosialdır bu, ekstrovertdir. Bayaq dedik ki, introvert. Bu da sizə deyim ki, termindir. Belə yadda saxlayın. Introvert bizim oldu asosial. Yəni ki, burada fərdi iş forması introvert, cütlərlə iş forması ekstrovert. Yəni sosial uşaq. Rəy var burada cütlərdə. O da kognitiv xarakter daşıyırdı. Bir-birinin məsuliyyətini dərk edirlər. Biri zəif, biri güclü tərəf, deməli, güclü zəif tərəfləri müəyyənləşdirilirdi. Ünsiyyət inkişaf eləyirdi. Burada zəif, güclü tərəf var idi. Yeni iş. Baxaq. Deməli, belə bir şey də var idi ki, orada deyirdi ki, cütlərlə iş formasında. Ünsiyyət inkişaf edir. Ən yaxın əməkdaşlıq görsəz, bizdə cütlərdədir. Ən yaxın əməkdaşlıq cütlərdədir. İki tərəfli əməkdaşlıq görsəz, yəni ki, oturub uşaqlar əyləşib, bu da bizdə olacaq cütlərlə iş formasında. Sonra diqqət var burada ki, nəyə diqqət eləməliyik? Konfliktli uşaqları bir yerdə ələşdirməməliyik. Buna diqqət etməliyik. Empatiyası formalaşır, dedik bayaqları. Potensial yüksək olanla zəif potensialı oturda bilmərik. Amma bir-birinə yaxın potensiallı uşaqları oturda bilərik. Eyni potensiallı olmalıdırlar ki, yəni cütlərlə iş forması effektivliyini versin. Ekstrovertdir ki, sosialdır, bu da bizim cütlədir. Introvert də bizdə asosialdır, o da bizdə fərdidədir. Belə yadda saxlayırıq. Deməli,
İş üsullarından cütlərdəyik biz indi. Ən yaxın əməkdaşlıq yadda saxlayırıq. Qarşılıqlı kömək var burada. Ünsiyyət bacarıqları inkişaf edir. Məsuliyyət hissi formalaşır. Empatiya var burada. Paylaşma var. Problem həlli var. Bax, bu bizdə olacaq. Cütlərlə iş formasında. Amma mənfi xüsusiyyəti nə idi? Fikir ayrılığı yaşana bilərdi ki, və yaxud da ki, uyğun cüt seçimi düzgün qoyulmarsa da, bəziləri pasiv qala bilərdi. Burada qeyri-bərabər iştirak və yaxud da asılı söhbəti var, asılı qala bilərdi. Asılı görsəz bu cütlərdədir, asılı söhbəti görsəz cütlərdədir. Sonra müəllimələr bizdə dedik ki, bax, şəxsi sosial məsuliyyət çərçivəsi keçmiş ya, bu da cütlərlə iş formasındadır. Ən yaxın əməkdaşlığı dedik. Uşaqlar bir-birinə dəstək olurdu, paylaşma vardı, güzəşt var idi, tərəfdaşlıq, birgəlik, yoldaş qiymətləndirməsi, bunlar hamısı bizim cütlərlə iş formamızdaydı. Bir-birinə kömək də buradaydı, bir-birinin qarşısında öz məsuliyyətini hiss eləmək, bunlar da cütlərlə iş forması. Görüm kaydımız gedirmi? Mütləq ki, getməlidir. Hə, gedir. Sonra müəllimələr, gəldi bizim burada hələ cütlərdə izah eləyəcəm. Görürsünüz nə qədər genişlərə. Məsələn, izah mümkün deyil, çünki onu geniş izah eləməsək açar sözlərlə, amma qeydlərinizi apararsınız. Çünki buradan da əlavə özümün asanlaşdırılmış deyilsə izahımı da verirəm. Bir tapşırıq üzərində iki uşaq birgə işlər, iki söhbəti görsə cütlərdir. Hətta bayaq burada deyik bir uşaq. Bizim bu da, yəni qəbulda da belə bir şeylər çıxsa qabağınıza, ona mütləq diqqət olun. İki uşaq birgə. Məsuliyyət bölünür, uşaqlar bir-birinə kömək edə bilir, fikir mübadiləsi aparılır. Uşaqların arasında ünsiyyət var, birgə düşünmə var, həlli yolunu tapma var. Bunlar hamısı bizdə cütlərdə idi. Sonra kommunikativ bacarıqların inkişafı, ünsiyyətin inkişafı, sosiallaşma, bunlar hamısı cütlərlə iş formasındaydı. Asıllıq söhbət görsünüz veribdir burada. Bizə artı o asıllığı verib. Deyirik ki, baxaq görək, asıllıq. Uşaqların müstəqil düşünmə bacarıqlarını zəiflədə bilər. Mübahisə cütlərlə iş zamanı fikirlər arasında qarşıdurmalar ola bilər. Asıllılıqdır ki, var bizdə cütlərdə. Açar söz kimi yadda asıllıq sözü görsəz, bilin ki, cütlərdədir. İndi əsas məsələyə gəlirik. Cütlərlə iş zamanı uşaqlar arasında qarşılıqlı ünsiyyət olur. Bayaq dedik, rol mübadiləsi olur. Empatiya sözü görsəz, bilin ki, bu cütlərdədir. Bayaq dediyim sizə, empatiyanı biz fərdi işlə deyə bilmərik. Çünki orada 2 nəfər yoxdur, 1 nəfərdir. Burada 2 nəfərdən söhbət gedir. Burada deyirik ki, Albert Bandura'nın sosial öyrənmə nəzəriyyəsinə əsasən bu tip qarşılıqlı fəaliyyətlər zamanı uşaq həm başqasını öyrədir, həm də ondan öyrənir. Bu isə təkcə bilik deyil, həm də davranış modelinin formalaşması üçün zəmin yaradır. Uşaq bir nəfərlə fikir paylaşmağı, razılaşmağı, qaydalar birlikdə əməl etməyi öyrəndikdə bunu qruplarla da etmək asanlaşır bir neçə uşaqla. Məqsəd sosial qarşılıqlı əlaqə, empatiya, əməkdaşlıq bacarıqlarıdır. Yəni, deməli, cütlərlə işi verirsə, uşaqlarda ən çox qarşılıqlı əlaqə, empatiya, əməkdaşlıq bacarıqlarının inkişafına söhbət gedir. Gəlirik burada, birlikdə qəsr quraşdırın, tapşırığı sayəsində uşaqlar arasında koordinasiya, rol paylaşımı, əməkdaşlıq bacarıqları formalaşır. Elmi araşdırma nə idi burada? Albert Bandura'dır, sosial öyrənmə nəzəriyyəsi göstərir ki, uşaqlar başqalarına baxaraq, deməli, öyrənirlər. İndi bunun genişlə izahını verirəm sizə. Baxaraq öyrənirlər, yəni bir-birindən model götürmə effektidir. Bu iş forması sosial konstruktivizm yanaşmanı dəstəkləyir. Uşaqlar bilikləri birgə qurur, müzakirə edir və mənalandırırlar. Tam yadınızda qalsın. Həm də sual cavabını eləyəcəm sizinlə. Cütlərin hər bir şeyini dedim sizə. Bir də nəzəriyyəmiz qalır. Dedik ki, cütlərdə əsas nə oldu? Empatiya oldu, fəal dinləmə oldu, yoldaşına dəstək olma oldu, birgə qarşılıqlı əlaqə oldu, qarşılıqlı yardım bacarığı, ünsiyyət, paylaşma, sosial ünsiyyət, bunlar hamısı bizdə cütlərdə oldu. Ən yaxın əməkdaşlıq, ən çox sosiallaşma biz gördük cütlərdə. Tam belə yadda saxlayırıq. Bunun yeri hələ izah eləmirəm. Bunun yeri deyəsən sonraydı. Əsas Banduradır ki, Banduranı izah eləyim. Deməli, müəllimlər, Bandura haqqında məlumat verirəm sizə. Albert Bandura Kanadalı, Amerikalı bir psixoloq idi ki, o Stanford Universitetinin professoruydu. Bax, bu bizim Banduramız.
İndi Bandura belə verilibdir bir cümlə ilə. Ola bilərsə dərin şəklə düşə bilər ki, yəni adı verilib. Dərin deyəndə ki, yəni biz sizin anlayacağınız şəkildə. İndi bir cümlə ilə yadda qalmasa belə, çox cümlə ilə daha çox yadda qalır. İndi Albert Bandura kim idi? Kanadalı, Amerikalı psixoloq idi. O da Stanford Universitetinin professoruydu. Psixologiya tarixində ən çox istinad edilən 4 alimdən biri də Bandura idi. Ki artıq bu alimi indi bizim müəllimələrimizin çoxsu xoşlayırlar ki, hə bu alimin nəzəriyyəsi çox faydalıdır. O məşhur deyir Bobo gəlinci eksperimenti ilə sübut etmişdi ki, insanlar, ələlxüsusda uşaqlar davranışları, yəni cəza və ya mükafat almadan yalnız başqalarını müşahidə etməni öyrənirlər. Deyir cəza filan şey eləmə, elə və yaxud da biz cəza və yaxud da mükafat deyib də uşağa veririk qarşılıqlı. Amma deyir ondan da effektlisi müşahidə idi. Ya mükafat ya cəza yox, əsas müşahidə idi burada. Bu sözü yəni hamı başa düşdümü? Deyir ki, Bobo gəlinci eksperimenti sübut etmişdi ki, insanlar xüsusən uşaqlar davranışlarını, məsələn deyirik ki, sən uşaqda Allah söyləmişdi, hansısa bir uşaqdan oğurluq edirik, sən oğurluq eləsən sənə falan cəzanı verəcəm və yaxud da ki, sən evi yığışdır, otağını yığışdır, əşyalarını yerinə, səliqəli yerinə qoy, sənə falan mükafat alacaq. Bundan da deyir effektlisi, ən yaxşısı cəza mükafatını da müşahidə eləməkdir. Yalnız başqalarını müşahidə eləmək. Müşahidəni üstün tuturdu Albert Bandura. Deməli, Bobo kuklası nə idi? Bobo gəlinci, adı da Bobo dol gedir. Bobo gəlinci də düşə bilər də, yəni adı belə də gedə bilər. İçi hava ilə doldurulmuş, amma dibində qum və ağırlıq olan, vurulduqda ya itələndikdə və ya yıxılmayıb təzədən dikələn, bizim bildiyimiz o yatmaz qalxmaz hazırda kuklasıdır ki, bu da böyük bir plastik bir oyuncaq kukladır. Deməli bizim bu ənənəvi eksperiment necə keçirildi? Bu eksperiment də bizdə 1961-ci ildə keçirilibdi. Bandura uşaqların aqressiv davranışları, böyüklərdə necə mənimsədiyini görmək üçün uşaqları 3 qrupa bölür. Yəni o necə deyirik ki, uşaqlar bir-birinə rol model götürür və yaxud da böyüklərdən. Bu rol modeli həmişə biz öndə tuturuq. Deyir Bandura da uşaqların indi aqressiv davranışları necə böyüklərdə necə mənimsədiyini göstərmək üçün bir eksperiment aparır. Birinci qrup nə edir? Birinci qrup uşaqlar böyük bir adamın modelin deyək ki, model gedirdən biz rol model söhbət gedir. Böyük bir adamın bu Bobo kuklasına şiddət göstərdiyini izlədilər. Böyük adam kuklanı yumruqladı, təpiklədi, taxta çəkişlə vurdu. Hətta üstünə qışqırdı. Bu birinci qrupuydu. İkinci qrup uşaqlar kukla ilə sakitcə heç bir aqressiya göstərmədən oynayan böyüyü izlədilər. Göstərmədən oynayan. Yəni heç bir şey kuklanı vurmur, həmin o ikinci böyük insanda heç bir aqressiya göstərmir, sakitcə oynayır. Bu ikinci qrup uşaqlarıdır. Üçüncü qrup uşaqları isə buna deyilir nəzarət qrupu. Kukla ilə oynayan heç bir böyüyü izləmədilər. Daha sonra uşaqları təhlikdə, yəni içində Bobo kuklası olan bir otağa buraxırlar. Hətta başqa oyuncaqlar da var orada. Eksperiment aparırlar, görək eksperimentin nəticəsi nə olacaq. Böyük adamın kuklanı döydüyünü görən birinci qrup dedi, yaxud döyür orada. Həmin o uşaqlar otaqda tək qalan kimi eyni ilə böyük adam kimi Bobo kuklasına şiddət göstərməyə, onu çəkişlə vurmağa, söyməyə başladılar. Bu birinci eksperimentimiz idi. Hətta heç kim onlara get o kuklanı döy deməmişdi və ya bunu etdikləri üçün mükafat almamışdılar. Eyni ilə o bu uşaqlarda. Yəni nə gördülərsə onu elədilər. O kuklanı döyməyən döymədi, oynamayan oynamadı. Amma əsas yəni bu döymə söhbəti burada deyir Bandura bu Bobo kuklasının eksperimenti ilə də sübut etmişdi ki, uşaqlar üçün ən güclü öyrənmə mənbəyi müşahidədir. Müşahidə. Yəni müşahidəni ön plana çəkirdi Albert Bandura. Uşaq tərbiyəçini, valideyni və yaxud da cütlərlə iş formasında yanında oturan həmyaşlı diqqətlə izləyir, onun davranışlarını, reaksiyasını yəni izləyir, reaksiya vermək tərzini kopyalayır. Yəni model alır, kopyalama var burada, model alır. Yəni uşağa nəyisə öyrətmək üçün sadəcə biz o deməklə bəs eləmir. Yəni ona canlı biz rol model olmaq. Rol model nədir? Biz nə eləyirsə uşaq onu eləyir. Yəni elə bir rol model olmalı ki, uşaq burada yaxşı bir şeylər kopyalaya bilsin. Yəni bunun da bizim təlimimizdə rolu nə idi? Sosial model olma. Yəni uşaqlar öz həmyaşıdlarının davranışlarını, problem həll etmə strategiyalarını, sosial ünsiyyət modellərini kopyalayırlar.
Cütlərlə iş forması zamanında uşaq tərəf müqabilin akademik, həm emosional reaksiyanı müşahidə edir, sosial adaptasiya, empatiya bacarıqlarını bir rol model kimi mənimsəyirlər. İndi aydın oldu məncə hamıya ki, deməli nə oldu bizdə Albert Bandura, orada Bobodol gəlinciyi oldu. Burada da deyirdi ki, bizə nə deyirdi? Deyirdi ki, uşaqlar başqalarına baxaraq öyrənirlər. Yəni sosial öyrənmə nəzəriyyəsi, cütlərdə sosial öyrənmə nəzəriyyəsi. Yəni bir-birindən model götürmək effektivdir. Model də bizə nə deməkdir? Görün modelin nə boyda açılışını verdim sizə. Məncə model deyəndə artıq Albert Bandura ada gələcək. Ən çox orada Albert Bandura modeli vurğulayırdı. Bizdə John Dewey də var, Brunner də var. İndi Albert Bandura dedi ki, oldu cütlərdə. Hansı nəzəriyyəni ön plana çəkirdi? Sosial öyrənmə nəzəriyyəsi göstərdi ki, burada yəni uşaqlar bir-birindən model götürür və yaxud da müəllimdən götürə bilər də. Görürsüz, bayaq dedim ki, böyük adamdan da götürə bilirlər. İndi gəlirik qrupların iş formasına. Aha, qruplarla iş forması. Qruplarla iş forması çox asandır. Asandır, rahatdır, yəni testdə də rahat seçmək olur. Qruplarla iş forması deyirik ki, burada kooperativ əməkdaşlığı var. Bu kooperativ. Kooperativ elə kooperasiya əməkdaşlıq deməkdir. Deməli, burada deyirik ki, 3-6 yaş idi. 3-6 yaş nəzərdə tutulurdu qruplarda iş formasında. Kooperativ yəni əməkdaşlıq, yaxın əməkdaşlıq gedir. Burada ən yaxın əməkdaşlıq yox, yaxın əməkdaşlıq. Amma ən yaxın deyirik bu cütlərdədir. Bunu yadda saxlayırıq. Kooperativ qruplardan istifadə edirik. Rəngarəng fikirlər idi, əməkdaşlıq idi, rəngarəng ideyalar idi. Burada rəqabət olmur qruplarda. Sadəcə qısa zamanda mövzuları daha dərindən, daha təfərrüatlı, daha dəqiq öyrənməyə şərait yaranırdı qrupların iş formasında. Deməli, açar sözümüz nədir burada? Yadda saxlayırıq ki, problemi bir yerdə həll etmə. Müstəqil fikir söyləmə. Hər kəs öz fikrini müstəqil şəkildə söyləyə bilir. Harda? Qruplarda. Digərlərini dinləmə bacarığı, 3-4 nəfər olur qrupda, komanda forması, deməli, müxtəlif baxış var idi, ünsiyyət var idi, scaffolding fəaliyyəti var idi, dəstək var idi, köməkdir, fərqli fəaliyyətlər deyiriksə də, bax, fərqli fəaliyyət, müstəqil fikir olurdu qruplarda, bir də fərqli fəaliyyət. Fərqli fəaliyyət deyiriksə, bu da bizdə olur qruplarda. Yəni, hər qrupa fərqli, ayrı-ayrı bir mövzu təqdim edə bilərik. Müxtəlif baxışlar burada uşaqlarda formalaşır, müxtəlif yanaşmalar formalaşır və müxtəlif üsulların da mövcudluğunun dərk etməsinə şərait yaradır. Müxtəlif problemi bir yerdə həll edirlər. Burada işgüzar səs-küy də olur. Bax belə. Bu qruplardaydı bizdə. Bizdə qalır kollektiv iş forması. Ən rahat da kollektivdir. Deməli, qruplarda nə oldu? Yadda saxlayırıq. Yaxın əməkdaşlıq oldu, bir-birindən fikir mübadiləsi apardı, yaradıcılıq oldu, problemin birgə həlli oldu. Liderlik görsəz qruplardadır, qrup lider deyil, qruplardadır. Kompromisə getmə, razılığa getmə, sosial bacarıqlar oldu burada. Mənfi cəhəti nə idi? Mənfi cəhəti pasiv iştirak riski idi. Zəif uşaqlar asılı qala bilərdilər. İdarə etmədə çətinlik var idi, xalq səs-küyü var idi. İndi müəllimələr bir dənə qruplara baxaq, 3-4 nəfərdən ibarət kiçik qruplar yaradılır. Qrup daxilində müəyyən bir vəzifə bölgüsü var ki, məsuliyyət uşaqlar arasında bölünürdü. Uşaqlar arasında ünsiyyət qurmaq, birgə düşünmə, həlli yol tapma və qrupda əməkdaşlıq bacarıqları inkişaf edirdi. Uşaqlar arasında bölünürdü, vəzifə bölgüsü aparılırdı. Deməli, uşaqlar arasında ünsiyyət qurma, birgə düşünmə, həll yolu axtarma, qrupda əməkdaşlıq, bacarıqların inkişafı güclənirdi. Uşaqda başqalarının fikirlərinə hörmətlə yanaşmaq, liderlik bacarıqları, liderlik keyfiyyətləri, sosial bacarıqların formalaşması, bu da bizdə qruplardadır. Baxırıq görüm nə var burada qruplarda? Dominantlıq. Bir uşağın digər uşağa hakim olma riski ola bilərdi ki, sosial mübarizə əsasında mübahisələr yarana bilərdi. Qruplarda yaxın əməkdaşlığıdır, şəxsi sosial məsuliyyət idi. Burada var idi.
Bunları bilirik. Aha. Bir fikir mübadiləsi hardadır? Qruplardaydı. Dinləmə bacarığı, dinləmə bacarığı harda olur? Ən çox qruplarda və kollektiv qərar vermə, əməkdaşlıq, qruplar iş formasındadır. Vəhşi heyvanların maketlərini ayırın, təqdim edin tapşırığı uşaqları elmi təfəkkürə, müşahidəyə, təqdimata yönəldir. Onlar əsas nə götürürük burdan? Vəhşi heyvanların maketlərini ayırın və təqdim edin tapşırığı verildi uşaqlara və elmi təfəkkür, müşahidə təqdim etmə bacarığına yönəlirdi həmin bu tapşırıq. Onlar vəzifə bölgüsü elədi, birlikdə məzmuna, prosesə, təqdimata dair qərarlar qəbul etdi həmin bu uşaqlar və hər kəsin hazırladığı müzakirədən sonra bir təqdimatda toplandılar. İndi baxırıq elmi əsaslandırması nədir? John Dewey dinlədiyi öyrənmə fəaliyyətdə baş verir. Öyrənmə fəaliyyətdə baş verir. Bu bizdə John Dewey'dur. Burada əməkdaşlıq var idi, kritik düşünmə idi, problem həll etmə idi. Kooperativ təlim strategiyası var idi. Burada əməkdaşlıq qarşısında komanda işi, fərdi nailiyyət, spesifik rollar, qruplarla iş formasında sosial olan dəyişməsi, liderlik və dəstək vermək kimi proseslər. Liderlik görsəniz, bilin ki, bu qruplardadır. İndi müəllimlər gəlirik kollektivə. Option qruplar da müəllimələr asan da oldu açar sözlərdə. Əvvəlki açar sözlərimiz də yerindədir. Bir-birinə kömək göstərmə, ən yaxın əməkdaşlıq buradaydı. Yox, yaxın əməkdaşlıq buradaydı, cütlərdə ən yaxın əməkdaşlıq. Bir-birinə kömək göstərmə cütlərdə idi. Amma əməkdaşlıq, bir yerdə o problemi həll etmə bu qruplardaydı. Hətta bizim problem həll etmə iş üsulumuz var. Orada da deyəcək 4-5 nəfərlik qruplara. Burada da problem həll etmədir. Fərqli fikir idi, müstəqil fikir söyləmə, bunlar hamısı qruplardaydı. Gələk görüm John Dewey kim idi qruplarda. Deyək ki, bax John Dewey öyrənmə fəaliyyətdə baş verir prinsipini burada əsas götürürdü. Yəni əməkdaşlıq prosesi, əməkdaşlıq şəraitində baş verən təcrübə əsaslı öyrənmə uşaqlarda kritik düşünmə, kritik bizim tənqid düşünməmizdir, problem həll etmə bacarıqlarını gücləndirirdi. Kooperativ, yəni bizim əməkdaşlıq təlim strategiyası modelinin əməkdaşlıq əsasında komanda işi və fərdi nailiyyət, spesifik rollar kimi xüsusiyyətləri var idi ki, burada qruplar və iş forması zamanında sosial rolların dəyişməsi, liderlik, dəstək vermək kimi prosesləri öyrənirdi. Deməli, müəllimələr, kooperativ nə oldu? Təlim strategiyası modelinin əməkdaşlıq, kooperativ ilə əməkdaşlıq deməkdir. Əsasında komanda işi və fərdi nailiyyət, spesifik rollar kimi xüsusiyyətləri var. Aha. İndi qalır bizdə qrupların nəzəriyyəsini izah edeyim, keçək kollektivə. Müəllimlər, bizdə John Dewey'dur ki, o da praqmatik pedagogikanın banisi idi John Dewey. John Dewey Amerikalı filosof idi, psixoloq, təhsil islahatçısı idi. Müasir tərəqqipərvər təhsilin atası hesab olunurdu. O ənənəvi passiv əzbərçi təhsil sistemini sevmirdi, kəskin tənqid edirdi. Həyata hazırlıq kimi yox, həyatın özü kimi götürürdü. Deməli, John Dewey nə idi bizə verdiyi töhfəsi? O deyirdi ki, təcrübə vasitəsilə öyrənmə, deməli, öyrənmə burada real fəaliyyət, əməkdaşlıq və təcrübə üzərində qurulmalıdır. Həmişə deyirdi ki, burada təcrübə əsasında öyrənmə idi John Dewey da. Deyirdi ki, Dewey'yə görə öyrənmə real fəaliyyəti əməkdaşlıq təcrübə üzərində qurulmalıdır. Deməli, müəllimələr, kollektiv iş formasında burada sadəcə birgə fəaliyyət sözü ən çox görəsiniz ki, burada var birgə fəaliyyət. Sonra kommunikativ ünsiyyət bacarıqları var. Kollektiv müzakirədir, diskussiyadır, kommunikativlikdir. Kaos burada gələnə bilər. Ünsiyyət, əməkdaşlıq, kommunikasiya, gözləmə vaxtı, differensial mühit. Bunlar hamısı kollektivdə idi. Differensial mühit görsəniz, bu da bizdə kollektivdədir. Tərbiyəçidə uşaqlar, deməli, zəif güclü arxasında gizlənmə ola bilərdi. Tərbiyəçidə, kollektivdə uşaqlarla birgə fəaliyyətə qoşula bilərdi. Bu belə. Bütün sinif, fəaliyyət, əməkdaşlıq, kommunikasiya, gözləmə vaxtı buradaydı, kollektivdə idi. Differensial mühit bizdə kollektivdə idi. Kollektiv nə oldu? Kommunikativ ünsiyyət bacarıqlarını formalaşır, kollektiv müzakirə düşünməyə yol açır birgə fəaliyyət.
Diskusiyada burada kommunikativliyin əsasıdır. Bütün aha, kommunikativ də deyirdik ki, bizə ünsiyyətdir. Sonra bizdə kollektivə aid açar sözlərimiz əslində bilməsə də, yəni bilirik də, belə kollektiv haqqında məlumatımız var. Daha çox mən kollektivdən istifadə edirik. Bütün qrup sözü görsəz kollektivdir, birgə fəaliyyət görsəz kollektivdir, dostluq, həmrəylik, ictimai məsuliyyət, kommunikativlik, bacarıqlar görsəz bu kollektiv. Deməli, fərdi inkişaf, amma üstünlük təşkil edir fərdi işdə. Bir də müəllimələr, kollektivdə bir dənə hədəf qoyurduq ortaya. Bu hədəfə çatmaq idi. Hədəfə çatmaq idi. Bir də hamı birdən müzakirə cəlb olunur. Bütün qrup söhbəti var. Yəni birgə fəaliyyət var. Burada da var birgə fəaliyyət. Deməli, var burada bizdə məsuliyyət var. İctimai məsuliyyət, məsuliyyət sözü buranın açar sözüdür. Var bizdə kommunikativlik, bir hədəf, bir mərkəz, sosiallaşma, təşkilatçılıq. Bunlar hamısı kollektivdə idi. Amma belə məsələn yadda saxlayırıq ki, yaxın əməkdaşlıq qruplardaydı. Burada bir hədəf demirik, amma burada liderlik deyirik. Sonra ən yaxın əməkdaşlıq deyil, cütlərdədir. Burada da sadəcə paylaşma zat belə məsuliyyət söhbətləri olur. Amma fərdi iş formasında burada öz bacarığını sınamaq idi. Bunu yadda saxlayırıq. Deməli, fərdi inkişaf kölgədə qala bilər, harda? Kollektivdə. Pasiv iştirak mümkündür, fikir ayrılığı mümkündür ki, burada da fikir ayrılığı olası tapşırıq keyfiyyətdən düşə bilər. İndi gəlirik müəllimələr, kollektivə gəlirik. Kollektiv dedik bütün qrup deməkdir. Bütün qrup kollektiv tapşırığı birgə yerinə yetirir. Ümumi məqsəd var burada. Sonra ümumi məqsəd yenə görəsiniz ki, ümumi məqsəd uğrunda birgə çalışma. Amma dedik ki, qruplarda hər qrupa fərqli bir veririk tapşırıq. Cütlərdə də dedik ki, cütlərə veririk. Cüt şəklində, fərdi işdə fərdi idi. Amma burada bütün ümumi məqsəd söhbəti görsəz, görəsiniz ki, bu kollektivdə idi. Ümumi məqsəd üçün birgə çalışma idi açar sözü. Kommunikativ ünsiyyət bacarıqlarının inkişafı idi. Qrup kollektivində ünsiyyətin möhkəmlənməsi idi kollektivdə. Ümumilikdə hədəfə yönəlmə idi. Kollektiv məsuliyyət hissi idi. Dinləmə bacarıqları idi ki, bunlar bizdə müsbət cəhətlərdir. Amma bəzən deyir, böyük qruplarda fikir ayrılıqları müzakirəni artıra bilər. İştirakçılığın azlığı, bəzi uşaqlar kollektiv işə daha az iştirak edə bilərlər. Bu da onların öyrənmə imkanlarını məhdudlaşdıra bilər. Bəli. Elə uşaq var ki, əgər müəllimin diqqəti, necə deyimsə, güclü olmasa, o türklər demiş, fark etməsə ki, o uşaq heç iştirak eləmir, yəni orada məhdudlaşa bilər, öyrənmə imkanları. İndi müəllimələr, gəldik hara? Asıllıq oldu cütlərdə. Sosial təcrid oldu bizdə fərdidə, dominantlıq oldu bizdə qruplarda. Burada da bəzən də fikir ayrılığı ola bilər. Fikir ayrılığı gördük. Fikir ayrılığı gördüksə, bu da ümumi sözü fikir ayrılığı mənfisidir. Dominantlıq da buranın mənfisidir. Asıllıq görsə cütlərin mənfisidir. Maraqsızlıq, vaxt çaşmazlığı görsə bu fərdi işin mənfisidir. Bizim kollektivin də alimimizin adı, baxaq görüm nə idi? Baxaq. Vsyo, buna da qutarırıq. Əsas bir də məqamda deyəcəm, qruplar iş formasından qutarırıq. İş formalarından qutarırıq. Kollektiv iş nə idi deyirik? Bax, təlim prosesində bütün sinifin, böyük bir qrupun ortaq məqsəd müəllimələri ancaq kollektivin açar sözüdür. Öz PDF-inizdə də bunu işarələyərsiniz. Ortaq məqsəd ətrafında birgə fəaliyyət. Bu bizim kollektiv iş formamızdır. Bu formaya təbəqədə təhsil uşaqların sosiallaşması, ünsiyyət bacarıqları, ictimai məsuliyyət hissi, bunlar hamısı kollektiv iş forması formalaşırdı. Məqsəd nə idi? İctimai məsuliyyət, komanda işi, ünsiyyət bacarıqlarının inkişafı. İctimai məsuliyyət, komanda işi, geniş miqyaslı ünsiyyət bacarıqlarının inkişafı. Baxaq, bağça dil həyatını dizayn edin layihəsində uşaqlar öz yaradıcı ideyalarını birləşdirərək komanda daxilində nəticə əldə edə bilərlər. Baxırıq indi Brunerə. Burada Bruner idi. Bax, John Dewey kollektivdə oldu. Montessori fərddə oldu. Albert Bandura cütlərdə oldu. Brunerdə, bax, Brun sözünə yadda saxlayın. Bruner bizdə oldu kollektivdə. Brunerə görə kəşfiyyat yolu ilə öyrənmə ön plandaydı ki, uşaqların məlumat tədqiqat yolu mənimsəməsi idi.
tədqiqat yolu, kəşfiyyat yolu məlumatı mənimsəməsi idi. Kollektiv işdə ortaq məqsədlə işləmək, konfliktlərin həlli idi, məsuliyyət paylaşımı idi. Bunlar hamısı bizim kollektivdə idi. İndi müəllimələr, burada deyir, idrak fəallığı yarada biləcək, aktiv fəaliyyətləri artıra biləcək, iş fərqləri məqsədəuyğun ola bilərdi. Aha. Baxırıq bura. Bax, əsas nə öyrənəsiz burada? Bax, bunu. Dəqiq şəkildə, bax, bu hissəni mən sizə verəcəm. Fərd iş müstəqil qərar vermə, kritik tənqidi, bacarıqların inkişafı bilməlidir. Cütlərlə işin açar sözü ünsiyyətin inkişafı idi. Bayaq dedim, qrup işində ən çox əməkdaşlığı vurğuladıq. Kollektivdə ümumi hədəf sözü göstərdik. Bu da kollektivdir. Bunu da belə yadda saxlayın. Cədvəlin içərisini. Bu da iş vərəqləridir. Deməli, bizim bir dənə qaldı. Kollektivdə baxaq görün kim idi? Brunner idi, Brunner. Brunner haqqında da məlumat verirəm sizə. Deməli, idrak psixologiyası nəzərçisidir Jerome Brunner. Jerome Brunner Amerikalı psixoloq idi, təfəkkür öyrənmə prosesləri üzrə mütəxəssis idi ki, o idrak psixologiyasına, kəşfiyyat yolu ilə öyrənməyə üstünlük verirdi. Hətta spiralvari kurikulumda bizim Brunnerin adı ilə bağlı idi. Təlimdəki rolu, yəni görüm nə idi? O deyirdi ki, uşaqlara deyirdi, uşaq məlumatı hazırlanmamalıdır. Ya suallara tədqiqat yolu özü kəşf eləməli idi. Aha. Deməli, bizdə dedik ki, Jerome Brunner də bizdə kəşfiyyat yolunu öyrənməyi ön plana çıxartmışdı. Bunu da belə yadda saxladıq. Cədvələ baxaq. Cədvəl dedik, hamısını dedik, hə. Hər şey dedik sizə, kollektivlə bağlı hər bir şey demişik. Deməli, müəllimlər, gəlin biraz sizə sual-cavab eləyin. Buradan. Sonra keçəm iş üsullarına. Bəyin müəllimə. Ən başda siz. Müəllimə, bax bu iş formalarına nə başa düşə bildiniz? Neçə iş formamız oldu? Hansı yaşda hansı iş forması oldu? Bax, nə bilirsinizsə də, nə yadınızda qalıb danışın. Mən də üstünü artırım. Bəli. Müəllimə, deməli 4 iş forması var. Aha. Fərdi iş forması, cütlərlə iş forması, qruplarla iş forması, kollektivlə iş forması. Hə, düz dedim də müəllimə yəqin ki. Deməli, bir də deyim müəllimə, yaş qruplarına görə dediniz? Yox, belə sıralama dedim müəllimə. Fərdi iş forması, cütlərlə iş forması, qruplarla iş forması, bir də kollektiv iş forması. Hayır, 4 dənə, doğru, 4 dənədir. O bizim deyir ki, 3-6 yaşdaydı. Və 1-3 yaşda hansı iş formaları var? Hə, 1-3 yaşda, deməli müəllimə, 1-3 yaşda fərdi cütlərlə, 3-6-da müəllimə yarım qrupdur, qruplarladır, cütlərdir. 4 dənə olmalı. Müəllimə qarışdırdı. Yox, qarışdırdı, eybi yoxdur. Bu yerdə indi aydınlaşdıracağıq müəllimə. Gəlin elə bura baxaq göz yaddaşı ilə. Bax, dedi ki, 1-3 yaşda fərdi, yarım qruplarla kollektiv. Niyə? Burada hələ qruplar uşaqda formalaşmayıb axı. Ona görə yarım qruplarlandır. Cüt heç formalaşmır. Çünki uşaqlarda orada empatiya formalaşmadığı üçün cüt verə bilmərik biz onlara. Amma biz onlara qrup da verə bilmərik. Yarım qrupdur, kollektivdir. Cütdə 3-4 yaşda. Aha. Müəllimə. Bəli. Yarım böyükdə dedim. Hə, Bəli, indi yarım qrup verə bilərik. Yəni o daha effektivdir həmin yaş qrupları üçün. Yəni onların psixologiyasına, yaş inkişafına görə. Yəni fərdi yarım qruplarla kollektiv bu 3 dənə iş forması bizdə 1-3 yaşdadır. Evet, Amma 4 dənə 3-6 yaşda fərdi, tək müəllimə. aha, Cütlərlə kollektiv. aha. Böyüklər orta qrupdan başlayaraq müəllimə hamısı istifadə olunur. Bəli. Aşağı qrupda məsəl üçün 1-2 yaşda, 2-3 yaşda fərdi, bir də cütlərlə. Aha. Baxırıq. Deməli müəllimə, fərdi ilə kollektiv olduğu kimi qalır hər ikisində. Bir dənə 1-3 yaşda dəyişən yarım qrup söhbəti olur. Evet. Qrup yox, yarım qrup. Fərdi cütlərlə 3-6 yaşdadır. Bax elə bir ki, bizə bu cədvəl İYXN bölüb da, elə bir ki, bax
bu iş formalarıdır. Bölüb belə 3-6 yaşa gətiribdi. 1-3 yaşa. 3 yaşdakini bax bunlar bura kimidir, bu istiqamət kimi. Buradan aşağıdır. Bu rəngi var ha. Tünd rənglilər də bizim 3-6 yaşdır. 3-6 yaşlı 4 dənə iş formamızda. Bu Hı -hı. açıq rənglər 1-3 yaşa aiddir. Fərdi, yarım qrup, kollektiv 1-3 yaşdır. 4 dənəsi müəllimə belə deyək də 4 dənəsi böyük qrupa aiddir. 3-6 yaşa, 3 yaşdan, yəni Aha. 6. Ay Bu 3 sağ ol. də fərdi, yarım qrupla kollektiv. Bu Ay olacaq. sağ ol. 1-3 yaşa. Bəli. Bir dənə bizə o fərdi iş forması var ha. O haqqda məlumat verərdiniz? Müəllimə fərdi iş formasının Ha. üstün tərəfini deyirsiniz də müəllimə siz. Fərqi yox. Necə bir dənə mənə fərdi iş forması haqqında məlumat verin. Müəllimə fərdi iş formasının üstün tərəfi özünü yəni dəyərləndirə bilir. Aha. Ay Qiymət sağ ol. bilir. Doğrudur. Ay sağ ol. Öz potensialını kəşf eləmək, uşağın potensialını Bəli. bəli, fərdi işdə kəşf eləmək olar. Doğrudur. Uşağın potensial imkanları müəyyənləşir, müstəqil fəaliyyət var idi orada. Motivasiya zəif olardı, yoxsa güclü olardı fərdi işdə? Güclü olardı müəllimə. Burada özünü dəyərləndirmə var da. Burada artıq özüdürsə zəif olacaq müəllimə. Bəli. Elə bir get-gedə uşaqda ruh düşkünlüyü yaranacaq. Fərdi işdə. Sonra asosial, sosial olardı müəllimə. Çatışmayan tərəfləri də var da, məsəl üçün. Bəli. Bu çatışmayan tərəfi müəllimə, deməli vaxt azlığı, yəni vaxt azlığından çatışmır da, çatdıra bilmirlər. Ay sağ ol. Say baxımından. Aha. Sosial bacarıqlar zəif olur. Burada bəli, sosial ünsiyyət, əməkdaşlıq deməli zəifləyir müəllimə, zəif olur. Bəli. Doğrudur. Evet. Görürsünüz, əməlli yadda qalıbdır. Və bir nəfərdir. Görürsünüz, bir nəfər qoyub burada. Əslində belə qoymağı yaxşıdır. Ki göz yaddaşına yadda qalır. Orada müəllimə hansı yanaşmalar idi? Bir də o mənə deyin. Yanaşma. Aha. Deməli müəllimə, Mən deyim, ya Montessori, ya Waldorf. Montessori idi müəllimə. Ay sağ ol, Montessori. Doğrudur müəllimə. Əla. Çox qəşəng. Təşəkkür edirəm müəllimə. Çox sağ olun. Gəlirəm Elnura Zeynalova. Axşamınız xeyir müəllimə. Axşamınız xeyirli olsun müəllimə. Bax, siz də bizə cütlərlə iş forması nə yadınızda qalıb, onu deyin. Bəli müəllimə, cütlərlə iş forması deyəndə, yəni biz başa düşürük ki, orta qrupdan başlayır, sosialdır, 2 nəfərli əməkdaşlıqdır. Aha. Yəni burada iş 2 nəfər arasında, ən çox burada yəni sosiallaşma, yəni çox gedir. Ən çox sosiallaşma gedən, yəni iş üsulu, iş forması cütlərlə işdir. Yəni orada ən çox ünsiyyətə 2 nəfər bir ünsiyyətə girir deyənə sosiallaşma çoxdur orada. 2 nəfər. Ən yaxın əməkdaşlıq olar, yoxsa yaxın əməkdaşlıq? Bəli, ən yaxın əməkdaşlıq deyil bu cütlərlə işdədir. Yoxsa? Aha. Ən yaxın əməkdaşlıq cütdədir, bəli. Yaxın əməkdaşlıq? Bir-biri, bəli. Bəs yaxın əməkdaşlıq hansındaydı? Yaxın. Yaxın əməkdaşlıq. Ən yaxın cütdədədirsə də yaxın əməkdaşlıqda qruplarda. Qruplarda bəli. Yaxın əməkdaşlıq qruplarda, doğrudur. Bəli. Sonra burada bizdə vardı asılı qalma söhbəti. Bəli, burada mən xüsusiyyətləri də fikir ayrılığıdır, asılı qalmaqdır. Bunlar mənfi xüsusiyyətləridir. Yəni cütlərlə iş zamanı mənfi, yəni fikir ayrılığı da olar. Onlar asılı da qala bilərlər. Yəni birdən düz deyərsən, düz deməzsən, yəni belə bir-birindən asılı qala bilirlər. Pasiv də qala bilərlər. Bəli. Pasiv də qala bilərlər, doğrudur. Bəli. Mən şəxsi sosial məsuliyyət görsək, bunu cütlərə aid edə bilərik, yoxsa yox? Şəxsi sosial səriştəmiz vardı, şəxsi sosial məsuliyyət səriştəmiz. O cütlərə aid ola bilərmi sizcə? Şəxsi sosial məncə fərdiyə aiddir. Yox, sosial, bəli, ay müəllimə, cütlərlə işə. Bəli, bir-birinin qarşısında məsuliyyətini hiss eləmək. Bəli. Var orada yoldaş qiymətləndirməsi. Bəli, qiymətləndirməsi var. Bir-birinə, birgə sözü görürsə. Bəli, bir-birlərini qarşısında öz məsuliyyətlərini dərk etmələrini yəni imkan verir da, yəni bir-birini qarşısında
öz məsuliyyətlərini dərk eləməklərinə imkan verir. Bəli. İndi orada hansı nəzəriyyənin adını çəkirdik? Albert Aha. Bandura. Düz dedim Ay, sağ ol. müəllimə. Doğrudur müəllimə. Kanadalı, Amerikalı. Baxaq görək. Doğru. Albert Bandura'ydı. Bandura, O da bəli. bizə sosial öyrənmə nəzəriyyəsi əsasən burada əsas nəyi önə çəkirdi burada? Nə deyirdi o? Əsas nə idi orada? Müşahidə idi, bir də rol model idi. Öyrənmə, bəli, müşahidə. Müşahidə edərək də bir-birindən rol model götürə bilərlər. Hətta orada bir kukla vardı. Adı nə idi o kuklanın? Yadımda möhkəm saxlamışdım. Neyse Allah. Burada İlhamə mən buradadım İlhamə müəllimə. Görək, İlhamə müəllimə yoxdur. Orada Bambuli bizə kuklası idi, neydi ay Allah'ın adı. Xəyalə müəllimə siz deyin görüm yadınızda varmı? Xəyalə müəllimə orada səslən Mehriban müəllimə kimin yadında desin? Müəllimə Bobo kuklası ilə Bobo. Ay sağ ol. Bobo. Doğrudur. Bobo doluydu. Müəllim, axşamınız xeyir olsun. Qulaq asıram. Şahınız xeyirli olsun. Deyirəm görüm kimin yadına qalıb o kukla. Aylar ömrü. Bobodol. Bobodol yadınıza qalsın ki rol modeldir. Kimsə bu Bobodola şillə vurursa da, məsələn mən vururam, uşaq da mənə baxır, o da şillə vurur. Rol modeldir. Ona görə Bandura rol modelliyi üstünlük tuturdu. Yəni o bir-birinə öyrənməkdir. Bax, qarşılıqlı fəaliyyətlər zamanı uşaq başqasını öyrədirdi, həm də ondan öyrənirdi. Həm də deyirlər ki, dostunu yaxşı seç. Nə bilim, həm rəngən olmasa nə olarsan. Rəng olmasa da həm xasiyyət olarlar. Həqiqətən də elədir. Biraz dostluq edirsən, görsən ki, o düzdür, bulaşıcı bəzən olur, bəzən də olmur da. Yəni o bizim xarakterimizdən asılıdır. Burada fikir paylaşmaydı, razılaşmaydı, qaydalar birgə olan bir sosial qarşılıq əlaqə hamısı buradaydı. Bu Bobodolun içərisində Albert Bandura deyir ki, öyrənmə nəzəriyyəsi. Burada da var yenə. Bir-birindən rol model. İki yerdə də verildi bunu. Bu Albert Bandura sosial öyrənmə nəzəriyyəsi. Deməli, burada bir başqasını öyrənir. Yenə davranış modelləri var. Görürsən, davranış modelini qoyubdu, amma Bobodolu qoymuyubdu. Mən də bu davranış modelinə Bobodolu mən kəşf elədim. Ki, hətta qalsın. Elə davranış modeli idi. Yəni, bir var söz şəklində, bir də var ki, o kuklar yadımızda qalır. Bu da uşaqlar başqasını deyir, öyrədir. Yəni, bir-birindən model götürürlər. 2 nəfərdən ibarət olur cütlər. Ay, sağ ol. Yəni, Banduramız oldu, Bobodol. Bəs cütlərdə hansı, yox, fərddə hansı idi? Fərdidə hansı nəzəriyyə idi? Yanaşmaydı. Fərdidə Montessori. Ay, sağ ol. Bəli. Montessori'də fərddəydi, doğrudur. Görsən, maşallah, yaxşıdır. Əsas Banduranın adı yadda qalıbdır. Banduran yadımızda saxlayın. Albert Bandura, Bobodol, sonra Montessori, bunlar yadda qaldı. Bobodol müəllimə. Bəli, Bobo, 2 dənə o, l, 2 dənə l var. Dol. Bobodol. Dol. Ay, sağ ol. Dol. Mənim Maria Montessori dedi, Albert Banduran dedi. Hə, Bobo gəlincikdə gedir. Bobo gəlincik, Bobo kuklası, amma adı Bobodoldur. Çünki deyir o içi deyir hava ilə doldurulmuş. Ona görə vursaq da yəni qalxıb oturur. Ağırlıq oldu onlar deyir, itəlirsən yıxılmır. Əslində bu bizim bağçada lazımdır. Bəli. Yatmaz qalxmaz hazırda. Müəllimə, o kitabda da var idi. Harda? Əvvəlcə Vanka Stanka deyirlər, ruslarda da var. Eləmi? O nədir elə? O da elə itəliyirsən, o yan bu yana gedir də Vanka Stanka. Axşamınız xeyirli olsun. Aha, Esma müəllimə gəldi. Bax, bizə deyin görüm qruplarla iş forması nə idi? Nə demək istəyirdi bizə? İş formasında müəllim uşaqlar 3-4 nəfər şəklində, yəni kiçik qruplar formasında birləşib işləyirlər. Əməkdaşlıq olur uşaqlarda, müstəqil fikir söyləmək olur, bir-birlərini dinləyirlər, liderlik bacarıqları formalaşır uşaqlarda. Ay, sağ ol.
Doğrudur. Fərqli fəaliyyət göstərirlər. Bir də müəllimə bir şey soruşum. Bu fərqli fəaliyyət deyirik də mən də özüm körpələr qrupunda işləyirəm. Bu il keçəcəm orta Aha. qrupa. Yəni indi orada işləsəm. Fərqli fəaliyyət deyən Müstəqil fəaliyyət, müstəqil fikir. Hansı iş Mənim formalarında olar? müstəqil fəaliyyət fərdi işlədir, müstəqil Aha. fikir qruplarla işlədir. Doğrudur. Ən yaxın əməkdaşlıq, yaxın əməkdaşlıq. Ən yaxın əməkdaşlıq cütlərlə işlə, yaxın əməkdaşlıq qruplarla işlə. Doğrudur. Lider. Qruplarla işlə. Doğrudur. Deməli. Deməli, müəllimə desək ki, iş forması iş üsulundan verirəm, eləcə tərkibini demirəm. Amma deyirəm, prosta bax, iş formasını kim seçə bilər, iş üsulunu kim seçə bilər? İş forması mən uşaq seçir, iş üsulun müəllim seçir. Ay, o da doğrudur. Nəyə görə? Nəyə görə? Nə bilim ay müəllim. Deyir ki, iş forması uşağın sosial emosiyanın inkişafı ilə bağlı idi, sosiallaşması ilə. Sosialdırsa güc istəyəcək. İş üsulu deyirik ki, uşağın emosional əhval-ruhiyyəsinə əlaqədar deyil. İş üsulu elə müəllim özü seçir bunu, müəllimlə bağlıdır. Bu da idraka yönəlir. Uşağa necə mən bu materialı öyrədə bilərəm? Müəllim öyrənmə fəaliyyətinə görə uşaqları qiymətləndirmir. Məqsədə çatmaq üçün bir vasitədir iş üsulu, dərsi öyrətmək üçün. Biz bu iş üsullarından istifadə edirik. Uşaq bu məzmunu öyrənsin, məqsədə çatsın. Ona görə müəllimə, yəni biz deyirik ki, həmişə ki, iş forması, dizaynında uşaq seçir, iş üsulunda müəllim öz seçir. Aha. Belə, o da əsaslı. Bir də müəllimə, öyrənmə fəaliyyətləri nə idi? Öyrənmə fəaliyyətləri. Üsulu iş forması idi müəllim. Ay, sağ ol, doğrudur. Və strategiyanın içərisində nə var idi? Orada mən iş üsulu, iş forması, planlaşdırma. Təlim təşkilinə verilən tələblər, o altdan prinsip var. Keçmiş olar, bəli, olardı. Olar. Təşəkkür edirəm, əla. Sağ olun. Gəlirəm indi digər müəlliməmizə. İradə müəllimə buradadır. Esmira müəllimə soruşum. İradə müəllimə. İradə müəllimə, siz də bizə kollektiv iş formasını danışın. Oradasınızmı? Orada deyilsinizsə, onda. Yunan müəllimə, danışa bilirsiniz? Deməli. Mənim kollektiv yəni cütlərlə də, hə? Uşaqlar kollektiv. Yox. Kollektiv bütün qrup deməkdir. Cütlər 2 nəfər deməkdir. Onda gəlirəm bizdə deməli. Müəllimə. Çıxdın ailə müəllimə. Bəli. Müəllimə mikrofonu açmaqdan çaşıb dərsdən çıxdım. Yox müəllimə, danışın görüm kollektiv iş formasından. Mən də müəllimə səsi gəlmədi. Aha. Kollektiv iş forması, bütün qrup, bircə fəaliyyət, sosiallaşma, sonra hədəfə çatmaq. Ay, sağ ol. Kollektivdə. Ayrı nə deyə bilərsin müəllimə? Məsuliyyətli olmaq, kommunikativ bacarıqlar. Deməli, orada hansı alim var idi kollektivdə? Bruno. Brunner. Öyrənmə fəaliyyətdə baş verir. Təcrübə əsaslı öyrənmə. Bu John Dewey'dur. Kollektivdə dedik ki, kəşfiyyat yolu və öyrənmə. Deməli, kəşfiyyat yolunda öyrənmə görsəz, Brunnerdir. Kəşfiyyatı ön plana çəkir. Yəni, deyir ki, uşaqların məlumat tədqiqat yolu mənimsənməsini dəstəkləyirdi, vurulur. Bu Brunner idi. John Dewey dedi ki, öyrənmə fəaliyyətdə baş verir. Əməkdaşlıq şəraitində əsasən öyrənmə olur burada. Burada kritik düşünmə, problemi həll etmə bacarıqları formalaşır. Bu da bizdə olur kollektiv. Bu qruplardaydı. Sonra liderlik, bax, dəstək vermə də buradaydı. Deməli, öyrənmə fəaliyyətdə baş verir. Bu təcrübə əsaslı öyrənməni ön plana çəkirdi. Əməkdaşlıq şəraitində bu John Dewey'dur.
Kollektivdə sadəcə kəşfiyyat yolu öyrənmək. Kəşfiyyat görsəz bizim bu kollektiv iş formamızdır. Aha. Doğrudur. 4 dənə iş formamız oldu. Fərdi, cütlərlə kollektiv, qruplarla iş forması. Yeniliklər o idi ki, fərdə Montessori əvvəldən də verdik fərdi Montessori. Hətta qəbulda o Montessori fərdi düşmüşdü. Mənə düşmüşdü o. Cütlərdə deyirik ki, indi veribdir ki, bizdə Albert Bandura, Bobodol kuklası, o da rol model idi. Sonra John Dewey düşdü, indi bizdə öyrənmə dil fəaliyyətdə baş verir. Yəni burada deməli təcrübə əsaslı öyrənmə ön plan çəkirdi. Hə? Bandura kuklasunun adı nə idi? Bobodol. Neçənci ildədir olub bu kukla? Maraqlı gəldi mənə. Bu kukla bizdə 61-də idi eksperiment. Əfsanəvi eksperiment özü adı. 1961-ci ildə. Aha, Bobodol. Heç birimiz yox idi. Sağ olun. Elə. Mən bu PDF-ini atarsınız da bu dərsliyin çıxartıram sonra. Hə, bu PDF-ini göndərmişəm qrupaya. O Bobodol zaten özüm araşdırmışam. Eləcə prosto nitqdə deyirəm ki, yadınızda qalsın. Onu eləcə oxumuşam. Amma bunu 21 səhifəni atmışam ki, bu 11 səhifədir. 21 də biri olmadı. 14 səhifədir nədir? Ki, yəni bu yekə PDF-dən oxuyun, amma yenə də açar sözlərini göndərəcəm bu qrupların zadın hamısında. Yanında da açar sözünü göndərəcəm. Var içərisində yenə özü verib bizə. John Dewey. Öyrənmə fəaliyyətdə baş verir. Təcrübə yolu öyrənmə deyirdi. Amma Brunner kollektivdə idi. Kəşfiyyat yolu öyrənmə deyirdi. Deməli, rol model deyirdi Bandura. O da cütlərlə iş idi. Montessori həmişə fərdi iş formasıdır. Uşağın fərdinə önəm verdi. Burada deyir ki, Montessori, buradan da baxaq. Öz inkişaf tempi, daxili motivasiyası uşağın öyrənməsinə imkan yaradır Montessorinin fikrincə. Yəni fərdi uşağın öz inkişafına, daxili motivasiyasına öyrənməsinə imkan yaradır. Bu da bizim oldu, deməli fərdimiz. Belə məncə çox çətin bir şey deyil. Burada da müəllimələr indi əsas nəyi oxuyasınız? Bax bu açar sözləri bizə veribdir. Risklərini də verib, yəni mənfisi, bu mənfi xüsusiyyətlərdir. Üstünlüyünü verib bizə məqsədi, verib bizə xüsusiyyətlər. Yəni bunu elə ardıcıl oxuyasınız qabaq-qabaq. Bu da bizim mənfimizdə, mənfi xüsusiyyətlər.